köçürmələrlə bağlı bizim ən böyük qarşılaşanlardan biri də bizik. Bizim əsas fəaliyyətimiz mənzil tikintisindən bağlıdır. Bu köçürmələrdə çox ciddi anlaşılmazlıqlar var. Biz bu anlaşılmazlığın həlli yolu axtararaq bir neçə böyük inkişaf etmiş ölkələrin təcrübəsinə müraciət etdik. Çox vaxtınızı almaq istəmirəm, qısa danışmaq istəyirəm. Yəni bu demək istəyirəm ki, yəni bu inkişaf etmiş ölkələrdə bu köçürmə təcrübəsi deyək, yeniləmə təcrübəsi necə aparılır? Deməli, qeyd edilir ki, hansısa icra hakimiyyəti bu ərazidə köçürməni olmasını qəbul edir və hansısa tapşırıq verir və qərar qəbul edir və köçürülməlidir. Bu anda köçürməni həyata keçirir hansısa bir tikinti şirkəti, hansısa bir qurum həyata keçirir. İcra hakimiyyəti tərəfindən yaradılmış bir qurum həyata keçirir. Bu qurum həyata keçirən zaman bu ərazidə köçürüləcək adamları toplayır və bir iclas keçirir. İclas keçirən zaman qərar qəbul edilir ki, bura köçürülməlidir, yəni qərar var, köçürülməlidir və bu köçürmə mərhələsi 3 hissəyə ayrılır. Deməli, birinci zaman dinləmələr zamanı köçürülmələr həyata keçirilirsə, əgər qoyulan qiymətlə, deyək ki, ümumi nəzərə alınan qiymətlə bu köçürülənlər razıdırsa, həmin an protokollaşdırılır, qiymətləndirilir, razılaşılır, köçürülmə həyata keçirilir. Əgər burada deyək ki, bu şəxslər razı deyilsə, ikinci proses qismən köçürülmə adlandırılır. Bu qismən köçürülmə necə anlayışdır? Qismən köçürülmə belə bir anlayışdır ki, deməli, qərar var köçürülməlidir, amma ki, sakinlər kompensasiyadan razı deyil. Bu halda, yəni köçürülmə mütləq həyata keçirilir, amma kompensasiyanın miqdarı məhkəmələr vasitəsilə, arbitraj vasitəsilə həll olunur. Və bu da sürətləndirilmiş qaydadadır. Yəni, təxminən bir ay müddətinə deməli, arbitraj məhkəməsi qərar verir ki, bu köçürüləcək və qiyməti də bu olacaq. Qiymət də, yəni, tənzimlənir, yəni, qiymət qoyma orqanlar tərəfindən. Onda hansısa icra hakimiyyəti orqanı təyin edir ki, ölkədə hansı qiymət qoruma orqanları var, ola təyin edir ki, bu artıq, yəni bu qiymətlə köçüləcək və artıq deməli, qərar qəbul olunub. Köçürmə həyata keçirilir, amma kompensasiyanın miqdarı mübahisəlidir. Bu mübahisə məsələsində məhkəmələr tərəfindən həyata keçirilir. Artıq bu, deməli, köçürmə prosesindəki, yəni gecikmə halı baş vermir. Üçüncü mərhələdə qismən yox, deyək ki, bu şəxslər ona da razı deyil, yəni mən köçürməyə razı deyiləm, kompensasiyanın alınması prosesinə razı deyiləm və orada da sürətləndirilmiş məhkəmə prosesi həyata keçirilir və bir ay müddətində artıq məhkəmə qərar verir ki, sən köçürülməlisən, kompensasiyan da budur. Kompensasiyan artıq, yəni dövlət tərəfindən tənzim olunmuş qurum həyata keçirilir. Nə bina tikən, nə sakin, yəni hamı özündən yəni qiymətləndirilmə tətbiq etmir. Yəni demək istəyirəm ki, bu qayda Avropanın bir neçə ölkələrində, məsələn, deyək ki, Almaniyada, İsveçriyada, inkişaf etmiş Fransada, bir neçə ölkələrdə qaydalar təxminə uyğundur. Düşünürəm ki, bu qaydalar, yəni hal-hazırda proses keçmiş ölkələrin qaydasını tətbiq etməklə daha asan bu prosesə keçə bilərik. İkinci məsələ, bizim bayaq yoldaşlar da dedi ki, yəni bir mənzilin 2 nəfərə, 3 nəfərə satılma məsələsi, bu məsələnin yəni, kökündə elə bizim qanunların işləməməsi prosesi durur. Yəni, dünyanın hər bir ölkəsində artıq təminat qeydiyyatı deyilən bir anlayış var. Yəni, təminat qeydiyyatı anlayışı nə deməkdir? Təminat qeydiyyatı anlayışı o demək ki, hansısa binanın tikintisinə icazə verildisə, təməldən həmin mənzillərin qeydiyyatı, ilkin çıxarışıdır. Bunu Lord edilsə, ilkin çıxarışı deyilirdi. İlkin çıxarışı olan zaman mənzillər artıq bunu hansısa tikinti şirkəti həyata keçirmir. Bu mənzillər notarial qaydada satılır. Notarial qaydada satılır. Yəni bu təminat qeydiyyatının işləməməsi mexanizmi, yəni bizim
hem insanların alınmasına, hem ciddi vergilerin yayılmasına ve aynı zamanda da bankların temelden hipoteka verilmemesine çok büyük çetinlik yaradı. Yani bu kanunun 18. yılda Cenab Prezident tarafından verilip 18. yılın beri 7. ayda kanun işlemeliydi. Lakin Nazirler Kabineti'nin bunu hel prosesini uzattı. 1 yanvara kadar çekti. Bu mekanizm olmasına bakmayaraq hələ bugün təminat qeydiyyatının bir dənə mənzil satılmıyor. Bu məsələ işləmir. Ona görə ki, burada müəyyən detallar var, müəyyən proseslər var. Yəni bu mexanizm artıq işləmir. Bu mexanizm işləməməsi dövlətdə ciddi vergilərdən yaymağa səbəb olur. Və eyni zamanda insanların alınmasına səbəb olur, ciddi məhkəmə predikatları yaranır. Yəni bu məsələnin həll olunması çox qısa zamanda həll etmək olar. Hansı ki, orada bir dənə maddədə dəyişiklik var ki, o da nədən ibarətdir? Onu da izah edeyim. Yəni burada belə bir şey var ki, bu binalarda torpaqlar özə olmalıdır. Təminat qeydiyyatı verilən məsələ torpaq özə olmalıdır. Bugünkü zamanda da əsasən köçürmələrlə bağlı olan torpaqlarda binalar tikilir və bu torpaqlar da özəl deyil. Özəl deyil mədəniyyətə görə təminat qeydiyyatı işləyə bilmir. Və bunun işləy mexanizmi gətirmək üçün artıq hər tərəfli, faktiki ev tikilir, faktiki həmin torpaqlarda ev tikilir. Təminat qeydiyyatda yoxdur. Bunu elə bir işləy mexanizmi gətirmək lazımdır ki, həm insanlar razı qalsın, həm də investorlar cəlb ola bilsin. Yəni, bu necədir? Dünyada bu belədir. Dünyada mənzil tikintisinin 30% təxminən investorun tərəfindən cəlb olunan vəsaitlə tikilir. Artıq qalan hissəsi mənzil alan və banklar tərəfindən bir yerdə maliyyələşir. Bu, deyirəm ki, bu digər ölkələrdə varsa, bu əgər maliyyələşmə bank tərəfindən həyata keçirilirsə, Azərbaycanda da bizdə bu qanun işləmirsə, ancaq investor tərəfindən həyata keçirilirsə, heç bir investor gəlib burada iştirak etməz. Bu, harada investor üçün faydalıdırsa, orada iştirak edəcək. Yəni, demək istəyirəm ki, bu qaydaların işləy mexanizmi gətirilməsi üçün vacib şərtlərdən biri budur. Düşünürəm ki, bayaq Orxan müəllim də qeyd elədi. Yəni, bizim bu mənzillərin tikintisində, dayanıqlı tikinti və enerji sərfiyyatı az olan mənzillərin, binaların tikilməsidir. Bunun da birinci növbəsində mənzillərin izolyasiyası tikilməsidir ki, bu artıq qanun formasını düşünürəm ki, qanun forması keçməlidir ki, mənzillər izolyasiyası. Artıq mən öz misal olaraq gətirmək istəyirəm ki, biz özümüz binaları tam izolyasiya ilə tikilir. Artıq tam bizdə izolyasiya ilə tikilir və bu izolyasiyada demək olar ki, enerji sərfiyyatı ən az 2 dəfə aşağı düşür. Ən az 2 dəfə aşağı düşür. Məsələn, bu qanun kimi qəbul olunmalıdır. Məsələn, digər ölkələrdə deyək ki, biz şüşədən istifadə edirik. Şüşənin özündə belə enerji tutmuş şüşələr keçmək lazımdır. Elə şüşələr var ki, adi şüşənin enerji keçirdiyi arasında 40-45% fərq var. Və qiymətində deyək ki, çox böyük fərq yoxdur. Prosta qanun forması keçməlidir. Qanun forması qəbul olunur. Məsələn, heç bir Avropa ölkəsində, deyək ki, inkişaf etmiş ölkələrdə hansı bizim bugün istifadə etmiş şüşədən icra verilmir. Sonra mərkəzi stil sistemi də bizim ən böyük bəlalı yerimizdir. Mərkəzi stilimi keçmək, onsuz da burada enerji sərfiyyatının azalmasına səbəb olur. Biz hətta təcrübədə var idi ki, biz əvvəllər mənzilləri 2016-cı ildə tarif şurası qərar qəbul edik. Ona qədər biz mərkəzi stil sistemindən binalardan istifadə edirdik. Daha doğrusu bizim sakinlər də hamısı mərkəzi stil sistemindən istifadə edirdilər. Artıq o vaxtdan sonra ki, tarif şurası qərar qəbul etdi ki, 1000 kuba qədər 100 manat o subsidiyalar verildi. 1000 kubdan artıq şeydən də artıq 1000 kub 200 manatı qaldırıldı. Artıq sakinlər üçün bu cəlbedici olmadı ki, mərkəzi stil sistemi istifadə etsin. Çünki artıq bu özü şəxsi kombi qovanda subsidiyalaşdırılmış qayda istifadə edə bilirdi. Yəni 1000 kuba 100 manat verə bilirdi. Biz o vaxt çox məsələ qaldıq. Bir neçə qurumlara məktublar yazdıq ki, onsuz da bu sakin burada yaşayır da. Onsuz da sən bu 100 dənə sakin bir binada yaşayırsan da, miqdar olarak deyirəm, sən bu subsidiyanı verirsən də, elə bunun mərkəzi sisteminə ver də bu subsidiyanı ki,
Ona görə deyirəm ki, yəni bu məsələlər hamısı bir-birinə bağlı məsələlər. İnsanlar nəyə görə mərkəzi sistem istəmir? Artıq biz bugün binalarda mərkəzi sistemin işləməsinin biz başlamışıq artıq. Yəni bunun da çox da çətin deyil. Bəzi iş adamları fikirləşir ki, pulun yığılma məsələsi falan miqdarın, yəni bunun hamısının qaydaları var. Bugünkü kalorimetri, hər mənzildə kalorimetri qoyursan, işlətdiyi kalorinin miqdarına uyğun ödəyir. Yəni bu qəbul olmuş qaydalardır. Yəni bunu keçmək olar və biz misal üçün nəyə demək istəyirdim? Sözü bir balaca bir-birindən dəyişdik. Deməli, artıq bizim tarif şurası qəbul ediləndən sonra bizim mərkəzi sistemində olan binalarımız keçdi kombi sisteminə. Kombi sisteminə keçən zaman mərkəzi hesab var, sayğaç var idi bizə. Mərkəzi sayğaçda eyni dövrü yoxladıq. Mərkəzi sistem olan dövrlə sayğaca keçən dövrdə eyni sayda sakinin yəni qaz miqdarı kub olaraq 2 dəfə artdı. 2 dəfə artdı. Amma qiymət deyək ki, aşağı düşməsinə uyumlu olaraq deyək ki, qiymət olaraq ümumi sakinlər üçün çox da dəyişmədi. Amma qaz sərfiyyatı faktörü sayğaçda 2 dəfə artdı. Ona görə deyirəm ki, bunun hamısının nəticəsi olaraq, yəni bu tək sakinlərin deyək ki, qaz sərfiyyatını vermək yox, eyni zamanda ekologiyamıza atılan zərərli tullantıların miqdarının azalması deməkdir. Yəni, xahiş edirəm ki, çox belə şeylər var, məsələlər var. Yəni, müzakirə olunması çox məsələlər var. Bir daha sizə təşəkkür edirik ki, məsələləri bu tədbiri keçirdiniz. Biz də o məsələləri qaldırırıq. Yəqin ki, həll istiqamətində müəyyən adımlar atılır. Təşəkkür edirəm.